Türk Akademiyasının rəhbəri, hörmətli akademik Şahin müəllimə bu sorğu üçün təşəkkür edirəm və təbrik edirəm. Məncə sorğu bir sıra məsələlər haqqında fərqli fikirlər söyləmək üçün əsasdır. Eləcə də Zahid müəllim, mən sizə bu gözəl tədbirin təşkilinə görə və bizi də bu tədbirə dəvət etdiyinizə görə təşəkkür edirəm. Burada məncə çox ciddi və düşündürücü və bir çox hallarda bir türk olaraq bizim türk düşüncəmizin trayektoriyasına uyğun olmayan nəticələr var. İlk növbədə mən onu qeyd edim ki, 2 il ərzində Türk Universitetlər Birliyinin başkanı olarkən Türk dünyası universitetlərinin bu birliyə ciddi səy göstərməməsi böyük narahatçılıqlardan biri idi. Səbəbi bəlli deyil. Həqiqət odur ki, Türk Universitetlər Birliyi yarandığı 12-13 il ərzində bu birliyə üzv olan universitetlərin sayı bugün 109 universitetdir və nəzərə alsaq ki, o 109 universitetdən də 60-ı məhz 2004-cü ilin may ayında UNEC-də keçirilmiş, bizim universitetdə keçirilmiş 7-ci baş assambleyada qəbul olmuş universitetlərdir. Məncə problemin köklərindən biri bundan ibarətdir və Türk Universitetlər Birliyi çərçivəsində reallaşan, həm də bu birlikdən kənarda da bu Orxun mübadiləsi ilə də bağlı, burada hörmətli Şahin müəllim dedi ki, məlumatlılıq səviyyəsi çox aşağıdır. Amma bununla yanaşı Orxun proqramının uğurlu olması üçün bir sıra ciddi problemlər də var. Bunun özünün büdcəsinin olmaması, Orxun proqramında iştirak edən bir sıra universitetlərin, o gələn tələbə və müəllimlərin yaşayış şəraiti ilə təmin etməsində problemləri və s. düşünürəm ki, bu problemlər öz həllini tapmalıdır. Ondan sonra əminəm ki, Orxun proqramının uğurları böyük olacaq. Və bir də məni narahat edən bir məsələ var ki, biz Türk dünyasında təhsil və elmdən danışdığımız halda burada bu səsvermənin nəticələri sanki axının bir istiqamətdə olduğunu, Türkiyə istiqamətində olduğunu göstərir. Bu artıq əməkdaşlıqdan daha çox Türkiyə təhsil və eğitiminə, elminə sanki yönəlik bir fəaliyyətdir. Ona görə də düşünürəm ki, burada ən vacib məqamlardan biri ortaq təhsil proqramlarının yaradılmasıdır. Ortaq təhsil proqramı düşünürəm ki, Türk dünyasının təhsil sistemində inteqrasiyanı gücləndirə bilər. Burada ortaq təhsil proqramlarının əhəmiyyəti mənim fikrimcə ortaq universitetlərdən də önə çıxır. Və toxunmaq istədiyim sonuncu məqam birgə tədqiqatlarla bağlıdır. Əgər siz o tədqiqatların coğrafiyasına baxsaz, bu coğrafiya çox dardır. Və bu tədqiqatların demək olar ki, çox aşağı səviyyədə olduğunu biz görə bilirik. Biz bugün deyə bilmərik ki, Türk dünyasının vahid hədəfləri uğrunda vahid tədqiqatlar aparılır. Biz bugün deyə bilmirik bunu. Burada da düşünürük ki, ola bilər ki, Türk Universitetlər Birliyi çərçivəsində və yaxud ondan kənarda bu elm fondu ilə bağlı bir düşüncələrə mən düşünürəm, bir meydan verməyin vaxtıdır. Zaten mən fürsətdən istifadə edib bir məqama da diqqətinizi çəkim. Bu barometr bitəndən sonra Azərbaycan Respublikasının prezidenti tərəfindən ölkəmizdə süni intellektlə bağlı strategiya qəbul olunub. Mən düşünürəm ki, Türk Universitetlər Birliyi çərçivəsində ilkin mərhələdə ola bilər hətta geniş olaraq vahid bir Türk dünyası üçün süni intellekt institutunun yaradılması məsələsini gündəmə gətirmək lazımdır və düşünürəm ki, Azərbaycan burada təşəbbüs irəli sürərək və o təşəbbüsə
rəhbərlik edərək mərkəzi də süni intellektlə bağlı tədqiqat institutunun mərkəzi də Bakı ola bilər. Mən bir daha hər birinizə təşəkkür edirəm. Sağ olun.